Bugün 3 Mart 2026-cı il Azərbaycan xalqı Novruz bayramının 4 müqəddəs çərşənbəsinin ikincisi olan Ot çərşənbəsini qeyd edir. Ot çərşənbəsi həmçinin Atlı çərşənbəsi və ya Üstü çərşənbəsi kimi də tanınır. Bugün qışın sərt soyuqlarının geridə qalması, günəşin təbiətin daha çox isitməsi və təbiətin oyanışı kimi də simvolizə olunur. Ot çərşənbəsinin əsas adətləri və inanclarının birincisi, həyətlərdə tonqal yandırılır. İnsanlar tonqalın üzərində hoplanaraq ağırlığım, uğurluğum bu otda yansın deməklə özlərinin azar-bezarlarının və mənfi enerjilərinin tonqalda yandıqlarına inanırlar. Ailə şamları. Evdə hər bir ailə üzvü üçün şam yandırılır və bu şamın yanıb bitməsi üçün gözlənilir. Çünki bu, ömrün uzunluğuna və işıqlı gələcəyə işarədir. Bərəkət süfrəsi. Süfrəyə mütləqdir ki, isti xörək, əsasən aş və bayram şirniyyatları, şəkərbura, paxlava qoyulur. İnanclara görə bu gün ocaq yanmalı, qazan qaynamalıdır ki, il boyu evdə ruzi bərəkət bol olsun. Qodu-qodu mərasimi. Qədim zamanlarda gənclər qırmızı bir fiqurla qapı-qapı gəzərək günəşi və istiliyi çağıran nəğmələr oxuyardılar. Ağırlığınız, uğurluğunuz otda yansın, ot çərşənbəniz mübarək olsun.